Herkese salam, kanalıma ve videoma her biriniz hoş gelmişsiniz. Bu vlog yine bol alışverişli, münasip kıymetli bir vlog olacak. Şimdi geldik evimizin yanındaki mağazaları gezmeye. Bugün gezmeye hiçbir yere gitmedik çünkü su problemimiz var idi. Şimdi çıktık ki gelip buradaki mağazaları gezek, görək neler var. Hamısını çekeceğim sizin için. Bu mağaza inşaatçılarda yerleşir, aile ucuzluq. 12 manat 50 qəpikdir bunlar. Yani bir sürü futbolkalar var, koftalar. Yani çok güzel bir mağazaymış bura. Hiç gelmemişik. Yanımızda ola biz hiç buralara gelip çıkmamışıq. Şimdi geldik. Görək neler var. Beğendiklerimi size çekip göstereceğim. Sağ ol. Bunlar çok geçen markalar. Qaşıq. Qiyməti 10.70. Yəqin ki bu onun qiyməti olar, bilmirəm. Hə, 10.70. Belə bir kofta tapdım. Ağ trapez şalvarla gözəl kombinləmək olar deyə düşünürəm. Bəyənsəm geyinib baxacağam, alacağam. Bəyənsəm o da göstərəcəm sizə. Hədsiz futbolka çeşidi var ama çoxsu da zövqsüzdür. Yəni açığı o qədər çeşid var ki adam bilmir nəsə baxsın ya seçsin. Bilmem. Burada gördüğünüz 4-5 tane it bir dənə yazıq pişiyin dalınca düşmüşdülər. Yaxşı ki bir adam gəldi onları qovaladı, yoxsa parçalayardılar. Mən bu maskadan aldım amma heç də çox razı qalmadım, nə yalan deyim. Şəhərdən gəldik, gələn kimi mama sağ olsun bizə Türk usulü menemen etdi. Yani pomidor yumurta prosta içine biber doğranılıbdı. Bu bizim akşam yemeğimiz. Bilirəm saatler çok gecə ve bu saatte yemek yeyilmez. Ama sabahtan işimizi qaydasına salarıq. Eyb olmaz. Herkesin nuş olsun. Göz haqqınızı halal edin. Bakı yaxşıdır, gözəldir, əyləncəlidir, gəzirsən, alışveriş edirsən, amma bir yanı da pisdir ki, sən artıq kilo alırsan. Bəli, mən artıq kilo aldım və Gəncəyə qayıdan kimi ilk işim diyet tutmaqdır. Çünki burada gecə saat 10, 11, 12 fərq etmir, biz oturub yemək yeyirik. Bu da mənim üçün çox pis bir şeydir, çünki mən çox tez kökələn bir insanım. En çok kökelen bölgem ise alt qarındır. Çünki mən keserli uşaq dünyaya gətirdiyim üçün alt qarnım hələ də qalıbdır. Akşam yatmamış istədiyim qəşəng bir üzümə qulluq edim. Deməli, mən sizə göstərim nələr istifadə edəcəm. Bu ən son istifadə edəcəm, bu heç. Üzümü birinci mədişdə var idi bu üz yuma gelindən. Bundan üzümü yuyacağım. Bu hansı firmanın da bilmirəm. Aroma Collection yazılır üzərinə. Bundan təmizləyəcəm qəşəng. Daha sonra bu skrapla üzümün ölü dərilərini çıxardacağım. Daha sonra üzümə bu Diarşinin düyü maskasını qoyacağım. Rice yani düyü maskasını qoyacağım. Ondan sonra da qəşəng bir dənə mən krem aldım, nemləndirici krem. İndi bilmirəm üzümə düşəcək ya yox. Bilirsiniz adı nədir? Dankey Milk yazılır. Yəni eşək südlü nemlendirici kremdir. Ondan vuracağım. İndi görək necə nəticə göstərəcək. Bütün baxımları etdim. İndi üzümə bu eşək südlü krem istifadə edəcəm. Bir zamanlar Mədinə demiş. Heç bir faydası olmayan bu eşək südü indi daha moda minib. İndi mən də üzümə çəkəcəm. Yeməyimizi yeyib gedəcəyik yenə Memar Əcəmiyə. Qızıla baxmağa bu səfər. Bu şəkildə. Gedirik indi. Biz indi Memar Əcəmidəyik. İndi gedirik Qızıl Univermağına. Gedək görək Qızıl Univermağında nələr var. Ala bilirəm yoxsa yox. Qiymətlər biraz çox bahalaşıb. Amma yenə də baxacağım. Mən artıq hədiyyəmi aldım. Bilirəm bu videonu izlədikdən sonra biləcəklər ki, kimi almışam. Əslində sürpriz olmalıdır, amma eybi yox. Paylaşdım.
Burada da artıq bujuteriya mağazaları falan gəzmək istədik. Çox gözəl bujuteriyalar var idi. Mən bir bujuteriya aşiqiyəm, amma Temudan vurmağı daha çox sevirəm. Çünki çeşid həm çoxdur, həm də ki sərfəli qiymətədir. Belə bir saraçka tapdım. Gedirəm ödəməyə. Alacağım. Göstərəcəm hamısını. Köynək istəmirəm deyib gəlib köynək adelinə baxdım. Çünki bayaq 2 dənə köynək almışam. Amma belə qaşlı bir köynəyə yox deməzdim. Çox qalın materialı var. Və qiymət də sadəcə 15 AZN-dir qızlar. Belə. Dənizdə oynaması üçün bir dənə bundan götürəcəm Ömərə. Bu arada qutu-mutudayıq. Çox maraqlı bir mağazadır. Bu həqiqətən çox qəşəng fərqli şeylər var. Zakupkalar falan. Dəniz eynəkləri. Peki bundan bir dənə Allah mənə dişarıya. Çox qəşəng krujkalar var burada. Necə fərqlidir. Bu arada bura Memar Əcəmdə yerləşən qutu-mutudur. 31 nəfər də. Kazindi baxın, bunlar da ne şirindilər. Çox qəşəng. Bunun şirinliyinə baxın. Qoyun. Bir dəqiqə. Bu sarı cücələr, civcivlər. Qəşəngdir. Bugün nələr almışam, hər birini videonun ortasında paylaşacağım. Çox gözəl, münasib qiymətə yeni geyimlər tapmışam. Akşam saat 11'e işləyib və biz gedirik marketə. Dedik biraz marketi gəzək. Həm də biraz oğlum evdə durmaq istəmədi. Çox səs-küy etdi. Bilmirəm səsini eşidirsiniz yoxsa yox. İndi gedirik marketə. Ömər bəyə çitos falan alıb, yoğurt falan bitmişdi evdə. Onları alıb qaydırıq evə. Ona kimi də Ömərin yuxu vaxtı gəlib çatacaq. Burada belə fərqli şəkillər də var. Fərqlisini almaq istəyirəm. Buradan Longs Chipsi firmasına səslənirəm. Mənə PR paket göndərin, çünki sizin chipsləri dəhşət sevirəm. Çox gözəl dadır. Mən bu suxarikin bu qədər dadlı olacağını düşünməmişdim. Bundan yenə alacağım. Çox gözəldir. İndi sizə bugün nələr aldıqlarımı göstərəcəm. Öncə çox bəyənəcəksiniz siz də. Baxın. Bu qaşdır. Şalvar almışam. Çox gözəldir. Yəni Vəlizarın şalvarı. Belə ışığını aşağı edim baxın qaşlarını. Çox qəşəng. Bunu əslində bugün geyinmişəm. Və belə bir saroçkadır. Üzərində belə qırçınları var. Və boğazının bu hissəsi boyunbağı kimidir və bantik bağlayırsınız. Bunu da çox münasib qiymət almışam qızlar. Bir dəqiqə görüm əgər qiyməti üstündədirsə. Aha. 12 manat elə bir 29-dan düşmüşdü 12 manata. Çox qəşəngdir. Zeze Collection-dan. Bunu Zeze'dən almışam. Şalvarı yanımızdakı AVM-dən aldım. Videosunda görmüşdünüz də. Ümuvermaq kimi bir yer idi. AVM yazmışdı. Ailə ucuzluq inşaatçılarda. Bunu isə Zeze'dən aldım. Çox qəşəngdir. İndi Divadan aldığımı göstərəcəm sizə. Yəni buna mənim ürəyim getdi də qızlar. Dəhşət bir şeydir bu. Baxın. Siz bir bunun gözəlliyinə bir baxın. Görün nə gözəldir. Hələ bunun rənginə, qaşının parlaqlığına çox gözəldir. Bunu da 25 manat əstəğfurullah. Bunu 25 manat almışdım. Mən bunun eynisini Ailə Univermaqda tapmışdım. Qaşlı şalvarımla birlikdə almışdım. Zaten onu vlogun başında görmüş olarsınız. Bunun həm qolunun bu hissəsində dikiş söküklüyü var idi. Mən onu alarkən fikir verməmişdim. Həm də ki, üzr istəyirəm, sinə hissəsi mənə bir tık bu hissəsi aralı dururdu. Yəni boş
kip dururdu. Sonra mən getdim bunun bir bədən böyüyünü götürdüm. Belə. Bu da belə. Bunu da böyüyünü götürüb aldım. İndi Sel Butikdən amma mənə nələr alıb onu göstərəcəm. Çox qəşəngdir qızlar. Bu saroçkaya mənim ürəyim getdi. Prada yazılı və bölündə kəməri olan bir saroçkadır. Bunu düzəldib gəlirəm. Bunu da sağ olsun mənə mama aldı. Görün nə gözəl saroçkadır qızlar. Burasında Prada yazısı falan var. Və rəngini sizə tam ötürə bilmirəm. Lap necə deyim, çox belə açıq, ağa bənzər rozunun, yəni açıq rəngidir də. Və bunun da qiyməti sadəcə və sadəcə 10 manat. Bəli, düşünə bilərsiniz, yəni 10 manata siz bir köynək əldə edirsiniz. Özü materialı super bir materialdır, yəni qışda işə falan geyməyə çox qəşəngdir. Bugünlük alış-verişim də bu qədər. Və sizdən bir xahişim var. Hələ də kanalıma abunə deyilsinizsə mütləq abunə olun. Çünki sizin mənə göstərdiyiniz dəstək sayəsində mən daha çox motiv oluram. Və əlimdə hazırda 4 ədəd vlog var və siz dəstəyinizi göstərin ki, mən də sizin üçün vlogları dalbadal paylaşacağam. Çox maraqlı vloglar çəkmişəm sizin üçün. Uzun çəkə bilmirəm. Niyə uzun alınmır bilmirəm, amma yenə çalışacağam sizə uzun videolar çəkim. Məndə maksimum 12-15 dəqiqəlik videolar çıxır. Gərək mən bütün günümü çəkim ki, siz də baxasınız. Və çalışacağım sizin üçün çox gözəl vloglar çıxardım. Siz də dəstəyinizi mənə göstərin. Kanalıma abunə olun, videolarımı bəyənin, yorumlar atın. Mən sizin üçün çalışım, siz də mənim üçün çalışın. Və biz gəldik dənizə. Hazırlaşmışıq, gəlmişik. Nə yollarla gəlmiş onu Allah bilir. Burada da Yaqutcuğum Öməri aparır. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olun. Gələcək vloglardan siz də xəbərdar olun. Öpürəm hər birinizi. Özünüzə yaxşı baxın.